Dünənləri İnsan Resursları Forumunda çox hörmətli etdiyim mütəxəssis Şəms Mustafayeva gender bərabərliyi ilə bağlı bəzi fikirlər səsləndirdi. Bu fikirlərdən biri bərabər əmək haqqı fikri idi. O deyirdi ki, qadın və kişi eyni işə görə eyni əmək haqqı almalıdır. Bütün qadınlar onu alqışladı. Dedi ki, əlbəttə ki, belə də olmalıdır. Mən səhnəyə çıxandan sonra qadınlara 2 dənə sual verdim. Birinci sual mən xahiş etdim ki, onlar əllərini qaldırsınlar. Həmin o qadınlara ki, kim ki istəyir ki, kişi ilə bərabər qazansın. Bütün qadınlar əlini qaldırdı. Sonra mən ikinci sualı verdim. Dedim, əziz qadınlar, sizdən kim istəyir ki, məhz sizin əriniz, indiki ya da gələcək əriniz sizdən daha çox pul qazansın? Yenə də bütün qadınlar əlini qaldırdı. Və mən onlara göstərmək istədim ki, əzizlərim, belə bir sistem qurmaq olmur ki, məhz sizin əriniz sizdən çox qazansın, lakin siz bütün digər ərlərdən bərabər qazanasınız. Bu mümkün deyil. Və bu da aydındır və izahı da var. Qadınlar kişilərlə valih olmaq istəyir və resursluq sahibi pul qazanmaq bacarığı həmin bu valih olmanın bir növlərindən biridir. Ona görə siz şüur altında kişilərlə bərabər qazanmaq istəmirsiniz. Siz istəyirsiniz ki, kişi daha uğurlu, daha çox olsun. Burada sizə 2 dənə xəbərim var. Bir dənə pis xəbər, bir dənə də yaxşı xəbər. Pis xəbər ondan ibarətdir ki, biz artıq elə bir vəziyyətə çatmışıq ki, qadınlar və kişilər demək olar ki, bərabər onsuz da qazanır. Və biz kişilər sizi valih etmək üçün artıq daha çox resurslu ola bilməyəcəyik. Hətta bəzi şəhərlərdə, misal üçün New Yorkda və Washington DC-də qadınlar, 18-25 yaşlı qadınlar kişilərdən artıq daha çox qazanır. Və sırf resurs sahibi olaraq sizi valih etmək birazdan alınmayacaqdır. Lakin yaxşı xəbər var, o da ondan ibarətdir ki, siz qadınlar bu problemi həll etməməlisiniz. Bu problemi biz kişilər özümüz həll etməliyik. Biz anlamalıyıq ki, pul və resurs olmadan biz sizi özümüzə necə daha bağlaya bilərik, sizi bunsuz, pulsuz daha necə valih edə bilərik. Bu emosional bağlılıq ola bilər, bu daha çox bacarıq ola bilər, bu daha çox anlayış ola bilər. Hər nədirsə bunun həllini biz özümüz tapacağıq. Uğurlar.